Hər vaxtınız xeyir, əziz izləyicilər. Mən sizə daha öncə paylaşım etmişdim. 7 günlük enerji yüksəldici proqram hazırlayıram demişdim. Bugün artıq başlayırıq. Birinci gün nəzərindən tutaraq, birinci gün təmizlənmə və yenilənmə terapisidir. Kiçik bir şeydir. Xahiş edirəm dinləyin və icra edin. Öncə sakit bir otaq və özünüzə bir vaxt ayırın 5 dəqiqəlik. Niyyət edin və mən bədənimdəki və ruhumdakı bütün ağırlıqları azad edirəm. Niyyət edərək bu cümləni söyləyirsiniz və gözlərinizi yumursunuz. 7 dəfə dərindən nəfəs alırıq. Hər nəfəs alışımızda bədənimizdəki olan toksitləri və negativ enerjiləri azad edirik. Hər nəfəs verdikdə təsəvvür edin ki, qara duman, negativ enerjilər, bütün mənfiliklər bədənimizi tərk edir. Daxilində de, təmizlənirəm, yüngülləşirəm, yenilənirəm və dərindən təkrar nəfəs alırıq və həyatımız boyu bütün çəkdiyimiz çətinliklər, sıxıntıları nəfəs verdiyimiz anda çıxdığını hiss edirik. Beynimizdə yığılan yığıntılar, beynimizdə yığılan problemləri sanki hər nəfəs alışımızda, nəfəsimizi buraxmaq anında sanki beynimiz təmizlənir və rahatlığa, aydınlığa çıxırıq. Gün ərzində bol-bol su içirsiniz. Bunu unutmayın. Videolarımı izləməyə davam edin. Növbəti ikinci videonu, yəni ikinci gün videosunu hazırlayıb paylaşacağam. Sizlər də dinləməyi davam edin və mümkün qədər mesaj bölməsində mən təmizlənməyi seçirəm, mən arınıram, mən bütün negativləri bədənimdən çıxarıram. Bir kəlmə, mən təmizlənməyi seçirəm. Bunu yazacaqsınız. Bəyənməyi unutmayın, paylaşım etməyi də